Biz də səhər-səhər geyinib, keçinib, deyim marketə işə gedirəm. Deyim Lamiyə, ya qardaşına aparsın, ya şeydə özüm aparım da səhər. Deyim, yox, mən heç kim üçün yeyilməz. Əllərin şikast olsun sən, hə? Bu nə deməkdir? Deyirəm, ay Lamiyə, niyə anarı içmədin sən? Kürdəmirdə ər arvadını qətlə yetirib. Hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb. Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində ər Bəşirov Natiq Arazoğlu həyat yoldaşı 21 yaşlı Bəşirova Lamiyə İsmail qızını qətlə yetirib. Hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qadının meyidi ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib. Gün görməyən bala bu. Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Natiq Bəşirov rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Buradan çıxanda gəlib izləyib, buradan provu vurub. Əvvəllər də münaqişələr oldu. Hə, olub. Boşanmaya sənəd vermişlər. Hə, bir dəfə vermişdi, olmuş sənədi, təzədən geri qaytarmışdı. Təzədən getdilər, kvartan tutdular, kvartandan da gəldi beləncə, işə girdi, işə gününüzdə gedib gəlib izləyib, bunu bax bu hadisə başlayıb. Yoldaşı razı deyil də işləməyə. Yox. Cütlük 2024-cü ildə ailə qurub və bu izdivacdan onların yaş yarımlıq övladları var. Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb. Deyirəm, ay Lamiyə, niyə anarı içmədin sən? Əllərin şikast olsun sən, hə? Bu nə deməkdir? Nizami Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Denas TV üçün.